İlahi, sənə şükür. Sikkələrin sahibinin yanında üzü qara qalmadım. 3000 Şam dinarıdır. Saymayacaqsınız? Bəxşiş atın dişlərini saymazlar müsəlman. Məyər bu dini vergidir? Necə məsləhət bilirsinizsə, elə də hesab eləyin. Bu 3000 dinar ruzilərini torpaqdan qazanan zəhmətkeşəllərinin bəhrəsidir ki, əhli beyt aşiq idilər. Bunu çətinlik və məşəqqətlə toplayıblar. Peyğəmbər övladının önündə döyüşə bilmədikləri üçün üzr istəyirlər. İstədilər ki, bu sikkələrlə gələ bilməmələrinin əvəzinə çıxsınlar və cihadın fəzilətindən məhrum olmasınlar. Deyin görüm, sikkələrin neçə ailəyə aid olduğunu buyurdunuz? Allahu ələm. Gərək mən gecəni sübhədək oturub, bir-bir ailələrin adını yadıma salıb hesablayım. Təxminən 70-80 ailə. Məyər bütün ailələr eyni paya sahibdir? Yoxsa hər bir ailə imkanı qədər kömək eləyib? Hər kəs imkanı olduğu qədər kömək eləyib. İmkanı az olan az, imkanı çox olansa çox kömək eləyib. Sizə qurban. Şək şübhəniz var? Necə ola bilər ki, eyni imkanı olmayan 70-80 ailədən ibarət olan cəmaatın ehsanı düz 3000 dinar olsun? Nə bir dinar az, nə bir dinar çox. Ağamın Seyidimin xidmətinə ərz eləyim ki, 3000 dinardan 168 dinar az idi ki, o da bu ləyaqətsiz bəndənin payına düşdü. Bunu Kəbəni ziyarət eləmək üçün yığmışdım. Həcdən vacib əhl-i beytə kömək eləməkdir. Həc fikrindən daşındım və üstünü düzəldib 3000 elədim. Sözünüzün doğruluğuna şübhə elədiyim üçün bağışlayın. İstəyirdim malın paklığından arxayın olum. 500 عمرك يا شيخ اسمح لي هيك حلو 400 عبد الله شيلوا يا عبد الله تعال يا هيا هيا عبد Yükün nədir? Buğda. Hardan almısan? Konası meydanından. Kilosu neçəyə? Atasının qiymətinə satıb. Yenə vardı yoxsa qutardı? Qiyamətdir. Biraz tələsən, bəlkə axırına çatdın. Niyə bu qədər soğan almısan? Soğan ki ərzaq deyil. Sabah qıtlıq olsa soğan nədir? Daşı kəsəyi də yeyəcəyik. Çürüməyəcək. Çürüsün də olmamaqdan ki yaxşıdır. Hardan almısan? Səlim meydanından. Kilosu neçəyə? Kilo nədir? Ədədlə satırlar. Aman tamahkar adamın əlindən. Niyə bu cəmaat az gözləyir? Qarınları üçün. Şaya yayırlar ki, Şam ordusu Kufə yolundadır. Qorxurlar, qıtlıq olar və azüqəsiz qalarlar. Kufənin xarab olmuş, işə getməyən malını satanların bayramıdır müsəlman. Bu Allah bəndələri şahiddirlər ki, mənim növbəmdir. Yarım gündür vaxtımı itirib işdən gücdən qalmışam. Sən gedib hər dəlmə deşiyə baş çəkib gəlmisən. Deyirsən ki, mənim növbəmdir. Ay cəmaat, bu zəmbil buradaydı yoxsa yox? Bu mənim zəmbilimdir, bu da nişanəsi. Zəmbili öz yerimdə qoyub məscidə getdim ki, 2 rükət namaz qılıb alnımı yerə qoyum. Ay müsəlman, namazım qəza olurdu. Namaz belini qırsın, cəmaatın haqqına girmə, tapdalama. Ay dinsiz, binamaz, mənim növbəmdir. Binamaz sənsən və sənin 7 arxa dönənindir, namüsəlman, ömrü kərəkməz. Bu iki nəfər bir-biri ilə dalaşana qədər qalmaqala son qoy. Şərqəmləri mənə sat. Bu şalğamlar malın tullantısıdır. Satılası deyil. Aparıb dəvələrimin qabağına tökəcəyəm. Bu naşükürlüydür. Rəhmətliyin oğlu, istəyirsən Allahın nemətini aparıb dəvənin qabağına tökəsən. Müsəlmanların da arvad uşağı ərzaqsız qalsınlar. Nə vaxtdan şalğamla çuğundur ərzaq hesab olunur?
Çörək və buğda tapılmayanda şərğəmlə çuğundur olur padşah. Bir şərtlə, təxmini satıram. 10 kilo, xeyrini görəsən. Niyə tərəzi ilə ölçmürsən müsəlman? Bu şərğəm çox olsa 7-8 kilo olar. 10 kilo vəssalam. Allah'a and olsun bu zülümdür. Əbu Xəlil, sən burada mənimlə çənə vurursan, hə? Alırsan al, almırsan. Hardasan Əbu Xəlil? Bilərsən. 10 kilo vəssalam qutardı getdi. Əbu Xəlil. Əbu. Gəlişindən ümidimi üzmüşdüm məqəl. Elə bilirdim ələ keçmisən və əlinin dostları dərini soyublar. İstəyirdim ki, Ər-Rəhmanıvı oxuyub halvanı yeyim. Az qala işləri çorlamışdım. İbn Əqil məni elə sorğu-suala tutmuşdu ki, şəhərli borclu kimin malıdır? Niyə 3000 dinardır? Hə? Niyə az deyil? Niyə çox deyil? Bu qədər sorğu-sual nəyə görə idi? Özü demişkən, sözümün doğruluğuna şübhə edirdi. Güc bəla ilə sudan quru çıxdım. Ay, neçə gün idi ki, doyunca yemək yeməmişdim. Gündüzlər oruç tuturdum, gecələri də ki, yerim məlum. Gecə namazı ilə məşğul olurdum. Atanın və atamın qəzaya getmiş namazları qədər namaz qılmışam. Gördün Müslüm Küfədəymiş? Mən bilirdim ki, Müslümün Küfədən getməsi şayədir ki, onu Küfədə axtarmayaq. Necə də xam xəyaldır. Deməli, Müslüm Haninin evindədir? Mən bundan da təzə xəbər əldə eləmişəm məqəl. Haninin xəstəliyi yalandır. Hani özünü xəstəliyə vurub və Müslümə öz evində pənah verib ki, qəbilə böyükləri Haninin xəstəliyini bəhanə eləyərək Müslümlə görüşsünlər və bununla da heç kim onlardan şübhələnməsin. Vay olsun halına Hani. Mən sənə hörmət və izzətimi göstərdim. Əvəzində sən nə elədin? Xəyanət? Yaxşı oldu. Haninin görüşünə getməklə Məzhəc qəbiləsinin ağzını elə yummuşuq ki, bizə haqq qazandırar ki, Haninin boynunu sındıraq. Tez olun, başlayın! Tez! Tez kimə rəhm eləməyin! Hamını bir-bir yoxlayın! Tez! Qadınların başından çarşafları götürün! Bəlkə Müslüm çarşaf altında gizlənib! Aktarın! Qalx Hani! Bizimlə getməlisən! Tez ol! Qalx! Gedin Məzhəc qəbiləsinə xəbər verin. İbn-i Mərcanənin işi o həddə çatıb ki, müsəlmana bu cür hörmətsizlik edir. Yeri görün! Müsəlmanların namusunun başından çarşabı götürürlər. Müsəlmanın qapısını sındırırlar. Küfəni bu namüsəlmanların başına yıxmasan, mən Ürvənin oğlu deyiləm. Söz verirəm sizə. Mənəm cənab Hani. 3000 mücahid həmsi. 3000 Şam dinarı. Yadındadır sənin evində
Müslüm İbni Əqili görmək şərəfinə nail oldum və 3000 dilsiz ağızsız dinarı ona təslim elədim. Hesab elə ki, əvvəlki ilanlarını eşitməmişəm. Bu şərtlə ki, bundan sonra sədaqətli olasan. De görüm, Müslüm harada gizlətmisən? Bunu bir qeyrət əlaltılarının başçılarından soruş. Bu bir qeyrətlər qadınların rübənd və çarşablarına da rəhm eləmədilər. Müslümü də tapa bilmədilər. Mənim evimdə olsaydı bunların caynağına keçərdi. Hani, atam Ziyad səndən yaxın dost idi. El eləmə ki, atamın dostluğunun hörmətini sındırım və səndən zor gücü ilə danışım. Müslüm haradadır? Müslüm neçə gün idi mənim evimdə qonaq idi. Sən xaltası qırılmış itlərini mənim evimin və ailəmin üstünə qısqırtmazdan əvvəl Müslüm mənim evimi tərk elədi. Hara getdi? Sən onun ən yaxın dostlarından birisən. Yəqin ki, Müslümün hara getdiyini bilirsən. Bilirsən? Xeyr, bilmirəm. Yalancı! Bırak! Sakit! Qulaq as. İbn-i Hüreys, qulaq as. Bəli, əmir. Bu nə qalma qaldı? Bilmirəm, əmir, başınıza dönüm. Yəqin ki, məsəşçilərdir. Haninin qəbiləsi. Müslüm İbn Əqil mənim himayəmdə olub və olacaq. Sənə Küfədən gedib Müslümdən əl çəkmək üçün fürsət verirəm. Yoxsa Küfəni sənin üçün cəhənnəmə döndərərəm. Eşidirsiniz? Hörmətsizliyi görürsünüz, müsəlmanlar. Bu kişi mənim hakimiyyətimin hüdudlarında mənə hökm eləyir. Allah hamd olsun ki, bu hörmətsizliyin cavabı onun qanıdır. Məqal, Şüreyh Qaziyə xəbər elə tez. İbn Hüreys. Bəli, əmir. Onu otaqda saxla. Məni qarğaların qaraltısı ilə qorxudursan? Ardımca! Müğayət olun, əmir. Bu azğın tayfanın gözünə görünməyin. Ox atıb yaralayarlar. Tufandan qorxan gəmiçi heç vaxt öz məqsədinə çatmaz. Hey, məzhəcin şirrəkli oğulları, qulaq asın. Məlum oldu ki, düşmən sizin nərənizi eşidib. Hey, qəsb olunmuş qala və saray əhli. Hanini azad eləyirsiniz, yoxsa darvazanı sındırıb sarayı qəbristanlığa döndərək, hə? Mənim məzhəci qardaşlarım, hani əsir deyil ki, azad olsun. Sən kimsən? Xadimlərinizdən biri. İbn Ziyad. Mənə xəbər verdilər ki, məzhəcilər qılınc çəkərək hökumət evinə tərəf yollanıblar. İnanmadım. Gəldim ki, öz gözlərimlə görüm. Mənim əzizlərim, bu nə zülümdür ki, özünüzə, vəliyə əmrinizə rəva görürsünüz. Allaha and olsun ki, mən dostluğumuza görə ürəyimin yandığı üçün hanini hökumət evinə çağırtırmışam ki, bir neçə gün bizim qonağımız olsun. O vaxta dək ki, Hüseynin tərəfdarlarının iddiası yatsın, yaşı çox olan və ağsaqqallar
yaxşı bilirlər ki, mərhum atam Ziyad, Hani ibn Məzhəci Ürvə ilə möhkəm dost idilər. Mən naxələf övlad olaram ki, atamın dostluğuna hörmət eləməyim. Mən Hanini düşmən hesab eləsəydim, onun görüşünə getməzdim. İhtişaşçılar bilirlər ki, Hani və tayfası böyük nüfuza malikdilər. Ona görə də bunlar istəyirlər ki, onu xəyanətə bulaşdırsınlar. Amma mən Hanini hökumət evinə gətirdim ki, onlar ondan öz məqsədlərinə çatmaq üçün istifadə eləyə bilməsinlər. Hə! Sən məzhəcilərin qılınclarının qorxusundan bu cür danışırsan. Bizə xəbər çatıb ki, sən Hanini öldürmüsən. Hani xəstədir. Kaş ki, Hani xəstə olmazdı və özü sarayın eyvanına gəlib mənim sözlərimin doğruluğuna şəhadət verərdi. Sən Hanini dost hesab eləsəydin, evinə hücum çəkməzdin və namusuna qarşı hörmətsizlik eləməzdin. Bu daşın məsələsinə bənzəyir ki, bir dəli quyuya atır və 100 ağıllı onu həmin quyudan çıxara bilmir. Bu bir neçə cahil məmurun işidir ki, mənlə Haniyə rəva gördükləri zülümdür. İstəyiblər çalmana gətirsinlər, amma baş gətirdilər. Arxayın olun, mən mütləq onları bir-bir cəzalarına çatdıracam. Bunun cəzasını çəkəcəklər. Məzhəcilər, Haninin yolunda ölməyə hazırıq. Allaha and olsun, Haninin başından bir tükəski olsa, biz səndən neynəyəcəyimizi bilirik. Məzhəci qardaşlar, qulaq asın. Bu kişinin dediyinə inanmaq olmaz. Nə qədər ki, Hanini öz gözümüzlə görməmişik, inanmayın ona. Lap yaxşı. İndi ki, mənim sözlərimə inanmırsınız. Öz tərəfinizdən bir tərəf hakim seçin ki, içəri gəlib Hanini görsün və sözlərimin doğruluğunu sizə xəbər versin. Şüreyh qazini qəbul edirsiniz? Əlbəttə. Şüreyh qazi dindar və düz danışan adamdır. Qəbul. Qazi Şüreyhin hökmü. Dünən Meysəm Təmmar və bugün Hani. Yəqin ki, sabahda mənim və ya bu cənablardan birinin növbəsidir. İş bu minvalla irəlləsə, İmam Kufəyə çatana dək Mərcanənin oğlu möminlərin, alimlərinin və böyüklərinin başını bir-bir bədənindən ayıracaq və qalacaq bir dəstə avam cəmaat. Sonra da zahirən Allahdan qorxan Şüreyh qazi kimiləri məmur eləyəcək. 3-4 aya və Peyğəmbər hədisi ilə avam cəmaatın ağzını bağlayıb qiyamın Fatihəsini oxuyacaq. Necə ki, Hanini tutub döydülər və məzhəcilərin ağzını yumdular. Mən kimisə tənbih eləmək istəmirəm. Əgər siz də belə düşünsəz, deməli mənə borclusuz. Çünki cənab Müslim İbn Övsəcə özünü zahirən mömin kimi göstərən, gecə namazı qılan o namərdin sözlərinə etina eləməsəydi və onu Haninin evinə aparmasaydı, Haninin məsələsi bugünkü kimi olmazdı. Məsələ belədir, şeyx. Mən haqq olan imamımın tərəfindən Kufəyə göndərilmişəm ki, Kufəlilərin dəvətinin doğruluğuna şahid deyiliyim. Bu vaxta qədər mənlə 18 minə yaxın Kufəli beyyət eləyib. Mən də əmmoğlu Hüseynə yazdım ki, Kufəyə tərəf yola düşsün. O da yola düşdü. Son hadisələrə görə mənim şübhə eləməyimə haqq qazandırırsınız? Nədən şübhələnirsən, Müslüm? Kufəllərin əhdinə vəfasızlığına. Bugün məzhəçilər bir daha sübut elədilər ki, Kufə cəmaatı sözdə fəryad eləyirlər. Amma əməl meydanında süsləşərək lazım gələndə geri çəkilir və beyyətlərini inkar eləyirlər. Məzhəc qəbiləsi kimi böyük və nüfuzlu bir tayfa Qazi Şüreyhin moizələrini allanırsa və qanını qoruyacaqlarına əhd peyman bağlayan başçılarını qorxu və təhlükə içində tərk eləyirlərsə, bəs əmimoğlu Hüseynlə necə rəftar eləyəcəklər? Bir halda ki, nə tayfası var, nə də qəbiləsi. Əmin oğlunun tayfa və qəbiləsi möminlərdir, Müslüm. Möminlərin beyyəti qan və qəbilə əhdindən üstündür. Elə mən də bunu demək istəyirəm. İndiki məzhəc tayfası Qazi Şüreyhin hiləsi ilə susturuldu və Haniyə kömək eləməkdən əl çəkdilər. Möminlər qəbiləsi ona köməyə qalxmalıdırlar.
Mənim cihada icazəm yoxdur. Amma hanini himayə eləməyi özümə və möminlərə borc bilirəm. Haninin çətinliyə düşməsi bizim boynumuzda yük qoyub ki, bu yükü yerə qoymağa icazəmiz yoxdur. Mən imamın Kufəyə yetişməsindən əvvəl möminlərin qiyam eləməsini məhkruh hesab eləyirəm. Çünki mən qorxuram ki, düşmən bu qiyam bəhanəsi ilə Hüseyn üçün meydanı daralda və avam cəmaatı həmin əvvəlki iftiralarla aldadaraq desin ki, cəmaat gördünüz, Hüseyn hakimiyyət iddiasındaymış. Gördünüz, Hüseyn müharibə eləmək fikrindəymiş. Hakimiyyəti babasının miras haqqı bilirmiş. Sizə də qiyam eləməyi məsləhət görmürəm. Çünki Cənab Müslümün dəlillərinə görə, əgər hanini himayə eləməyə qalxsaz, günah eləmirsiniz. Süleyman, hara? Gedirəm Yaqub kimi, Yusifimin intizarında əyləşim, Həbib. Sən hanini himayə eləməyəcəksən? Mənim fikrim elə eşitdikləriniz idi. Sizin niyyətinizə mane olmayacam. Amma sən Qazi Şürey kimilərin adamısan. Sən olmasan Qazi Şürey, qondarma hədis və vəh ayələrini yalandan təfsir etməyi ilə cəmaatı həvəsdən salacaq. İbn Ziyad Şüreyh Qazi kimilərini 2 dəfə meydana göndərməz. Əgər göndərsə, baş üstə gələrəm. İbn Övsəcə, vaxt itirmədən bu xəbəri muxtara çatdırın. İbn Məzahir, məscidə gedin və ey ümmətin Fatih fəryadı ilə dostlara xəbər eləyin. Nə olur Şümüş? Başa düşmədim, bu ya mənsur fəryadı nədir belə? İsrafil şeypurunu füləyib İbn Hüreys, özünü möhkəm saxla. Müslüm və dostları hökumət evinə tərəf axışıblar. Onların rəhbərləri ildırım kimi çaxanlardandır. Darvazanı bağlayın! Bağlayın darvazanı! Tez olun, yerlərinizi alın! Bu kafir cemaat cəhənnəmdən qaçıb belə. Qorxma, qorxma. Sən qorxsan, onda cəmaat Kufədə 100 dinara sıçan dəliyi axtarar. Sən tufanlar, bəlalar mərdisən. Sən özün Müslümü döyüşə təhrik eləmək istəyirdin. Allah eləyirdin ki, Müslüm qılıncını çəkib meydana gəlsin.
Budur, gəlib. İstəyirdim məgər. Amma bu tezliklə yox. Ömər İbn Səd 10 minlik qoşununu hələ sahmana salmayıb. Ömər Sədin 10 min nəfərlik qoşununa ümid bəsləməkdənsə, öz saysız hesabsız hilələrinin gözə görünməz qoşununa etibar elə. Niyə özünü itirmisən? Düşmən ağıldan qorxur, qorxusan ağlın işdən düşər. Qulaq as məgər, qulaq as. Fəryadlarında məlum olur ki, sayları çoxdur. Bu fəryad azı 2-3 min nəfərin fəryadıdır. Həmin bu 2-3 min nəfər Şamdan Kufiyə yollanan 12 min qoşunun 1/4 qədərdir. Şam qoşununun varlığına inanırsan? Yox, mən sənin tədbirinə inanıram. İstəyirsən Qazi Şürehi çağırım? Yox məgər, yox. Qazi Şürehin xınası məzhəcilərin ixşaşında rəngli idi. Belə fəndlər daha hamıya tanışdı. Gərək Samiri Buzovu kimsinə pənah aparaq məqəl. Qızıl, məqəl qızıl. De ki, Kufənin xəzinəsində nə qədər qızıl var, gətirsinlər. Mən qızılın mövcudəsinə inanıram. Müslüm dəmri ilə qiyam eləyib. Mən də qızılla qiyam eləyəcəm. Ey Kufə cəmaatı! Siz haqqı diriltmək üçün qiyam eləmisiniz. Fəsadı aradan götürmək üçün. Siz elə şəxslərin əleyhinə qılınc qaldırmısınız ki, vəhiy sözünü yüngül hesab eləyir, yalan danışıb sərvət yığdılar, paxıllıq eləyib zalım oldular. Qüdrət və hakimiyyəti cəmaata xidmət üçün yox, öz eyş-işrətləri üçün istəyirlər. İftira, rüşvətxorluq və qeybəti özləri üçün əyləncə və şənlik vasitələr eləyiblər. Namaz və orucu riya üzündən həcci fəxr eləmək üçün yerinə yetirirlər. Seyyidlərin ağasından üz döndəriblər, cahiliyyət adət ənənələrinə və günaha tərəf üz tutublar. Günah imansızlığın mənbəyidir. Günah Allahsızlığın acı meyvəsidir. Günah cəza gününə inanmamağın nəticəsidir. Günahkar ölümü fəna hesab eləyər, əbədi yox. Ölüm haqdır, mizan haqdır, qiyamət haqdır. Ey cəmaat! Siz elə bir kəslə beyyət eləmisiniz ki, o əmr be məruf və nəhyəz münkər və cəddi Xatəmül Ənbiyanın hökmlərini dirçətmək üçün ayağa qalxıb. Bu, əmim oğlu Hüseyin İbni Əlinin hədəfidir ki, sizə tərəf gəlir. Odur ki, beyyətinizdə möhkəm olun. Öz Allahınızdan başqa heç kimdən qorxmayın. Çünki Allah ona itayət eləyib qulaq asanlara qarşı rəhim və kərimdir. Əmrindən çıxıb itayətsizlik eləyənlərə isə rəhimsiz və qəzəblidir. Ey Kufə cəmaatı! Biz bugün bura dostumuz Hanini himayə eləmək üçün yığılmışıq və hakimiyyət kürsüsündə oturanlardan istəyirik ki, artıq bu kürsüdən düşsünlər. Çünki bundan sonra sizin istəyinizə və sizə hakimiyyət eləyə bilməsinlər və bilsinlər ki, cəmaatın qarşısında inatkarlıq və tərslik eləməyin zəlalət və məhv olmaqdan başqa bir yolu yoxdur. Gör necə müsibətlər baş verib. Mən sə indi bilirəm. Xəcalətliyəm, Əbu İsaq. Haninin ələ keçməsi və məzhəcilərin qalmaqalı dünən baş verib. Biz dünənə vədələşməmişdik. Səni harda axtaracağımı bilmirdim. Cəhənnəmə getməmişdim ki. Bir-iki səhrə tayfasına baş vursaydın, hara getdiyimi bilərdin. Gün batan vaxtı mənə xəbər verirlər ki, Müslüm qiyam eləyib.
Məyər qanadım var, uçum və özümü gecəyə qədər küfəyə çatdırım? Əgər çox çalışsaq və tələssək, əhd bağladığımız qəbilələrə xəbər eləsək, sabah gün batan vaxtı küfəyə çatarıq. Axı, hamının atı yoxdur. Mən piyada qoşunumun ayağı ilə hərəkət eləməliyəm. Arxain ol, Əbu İsaq. Küfənin vəziyyəti biz arzuladığımız kimidir. Allaha şükür küfəlilər Müslümün dəvətini qəbul elədilər. Mənim Müslümlə gördüyüm adamlardan 1/3 bəsdir ki, İbn Mərcanəni diz üstə çöktürək. Müslüm çox istəyirdi, Muxtar onun yanında olsun ki, bu fəthin ləzzətindən bir nəsib olmasın. Təəccüblidir ki, Süleyman qiyama razılıq verib. Süleyman qəlbən Müslümün qiyamına razı deyildi və onu məkruh hesab eləyirdi. Amma etiraz da eləmədi. Yəni Süleymanla dostları meydana gəlmədilər? Yox. Görünür səbirli olmağı və susmağı qərarı alıblar. İstəyirlər İmam Küfəyə yetişənədək qılınca əl atmasınlar. Qorxduğum iş başıma gəldi ki, yan. İbn Mərcanə mahir ovçu olsa, Süleyman kimilərin sükutunu şeytanın bayrağı eləyərək cəmaatın arasına təfriqə salar. Tələs ki, yan, tələs. Tez özünü Süleymana çatdırıb de ki, şeyx, Muxtar əlinizi öpür, sizdən xahiş eləyir ki, susmayasız. Düşmən bilsə ki, bizim fikir ayrılığımız var, onda müsibət qopar. Müslümə de ki, necə olursa olsun Süleyman və tərəfdarlarını bu sükutu pozmağa razı salsın. Hər kəs sussa, möminlərin ölümünə razılıq verib. Get Kiyan, get! Allah istəsə, sabaha dək qoşunla Küfədə olacağıq. Görüşmək ümidi ilə. İlahi, bu daşın hikmətinə alimsən sən. Sən bu daşa dəyər və qiymət bəxş eləmisən və onu qiymətli gövhər eləmisən. Adamları bunun qarşısında təzim etdirmisən. Odur ki, səni bunda olan gizli möcüzənə ant verirəm. Bunu şərdən xilas olma vasitəsi et. Parıltısını cahil bəndələrinin gözlərini tutub ram etmə vasitəsi elə. Amin. Amin. Buyurun da adına baxın. Sizi və tayfanızı qızılla doyuzduracam. Amma bir şərtlə ki, xatakarları Müslümün ətrafından uzaqlaşdırasınız. Gedin və sarayın eyvanlarında dayanın. Cəmaatınızla danışın. Onlara itayət şərti ilə qızıl müjdəsi verin. Və onları Şam ordusu ilə qorxuzun. Beytülmal vergisindən azad olmaq və qəm-qüssənin şadlıqla əvəz olacağını bildirin. Yəbn Əşəz. Qolluğunuzda əməmi. Sən bin Şahab. Tayfanızın cəmaatını meydanlardan keçirib, məhəllələrdə dolandırıb elə gəzdirin ki, qiyamçıların qadınları qorxsunlar və ərlərinin ardınca düşüb onları evə aparsınlar. Sənsə Yəbn Zilcövşən. Atamanam sizə fəda, əmir. Sən də sarayın gizli qapısından çıx və qəbilənin kişilərini qiyamçıların arasına göndər ki, özlərini mömin kimi göstərib, təfriqə ordunu alovlandırsınlar. Kənara çəkilib susmaq qərarına gələn və qiyamçıların arasında olmayan Süleyman Surədi, Xuzayi kimlərinin müridi adı ilə nifaq yaratmağa çalışın. Bəli, əmir. Sənsə İbn Hüreys. Bəli, əmir. Bir dəstə əskərinlə
İfratçı möminlərin evlərinə yürüş elə. Bacardığın qədər evlərində qarışıqlıq yarad. Xüsusən Murad, Rəbiyyə və Həmdan qəbiləsinə rəhm eləmə. Bunlar Əlinin dostları deyirlər. Əstəğfurullah, Əli pərəstilər. Bu siz... Bu qiyamçılar... Bu da qızıl. Bismillah. Ey Küfə cəmaatı! Şamlılar hərb və qiyam məqsədi ilə Küfəyə gəliblər. And içiblər ki, qiyamçıların qadınlarının döşlərini kəsib, saçlarını qırxıb, qızlarını kənizliyə aparsınlar. Ey cəmaat! Ey Küfə cəmaatı! Xəlifə Küfəyə qəzəblənib. Ay qaşları kaman, kəməndə salar. Ey gönçə dəhan zambaq ətirli. Ey ay üzlü güləndamlı nazəninlər. Ey ipək andamlı ipək bağçasının xilqətləri. Allah elə ki qadını yaratdı, öz yaratdığına heyrətləndi. Axı siz heyif deyilsiz. Axı heyif deyilsizmi ki sizi heyvanların ayağı altında parça-parça eləsinlər. Bu ağılsız, qolçamaq ərlərinizi cilovluyun və Küfənin səxavətli əmirinin yanına aparın ki, qılınc verib, əvəzində qızıl alsınlar. Qılınc ver, qızıl al, qılınc ver, qızıl al, qılınc ver, qızıl al, qılınc ver, qızıl al, qılınc ver, qızıl al. Hey, 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 hey. Həbib, bu iradəsizlər zəncirlərini qırıblar. Axı nə məsələdir? Məndən soruşursan ay müsəlman? Mən də sənin kimi. Küfənin kişiləri az rüsvay olmuşdu. İndi də qadınları göndəriblər ki, rüsvayçılıq təbilini çalsınlar. Adları dünyanı tutsun. Yəqin ki, onları yoldan çıxaran var və bu iradəsizləri hədəfə alıb. Hər nədirsə İbn Mərcanənin işidir. Muxtarın sözlərini hələ indi başa düşürəm, yədinə övzəcək. Bu atası namərdi o çox yaxşı tanıyır. Heyf ki, heç kim onun tədbirinə etin eləmədi. Gərək keçidi bağlayaq, eləyək ki, kişilərə yaxınlaşa bilməsinlər. Şam ordusu qondarma yalandır, bir hoqqadır. Bizi qorxuzmaq istəyirlər. Mən özüm onların qasidini gördüm. İstəyirlər sapanlarla başımıza od yağdıralar. Gedək, tez ol, gəl görüm. Min ümid arzuyla yetimlərimi böyütmüşəm ki, gələcəkdə çörək gətirənim və əlimin əsası olsun. Xeyrin özünə qalsın. Qətiyyən istəmirəm ki, ürəyimə dağ vurasan. Ana, günahı sənin boynuna.
Allahın dilinə kömək eləmək laylasını oxuyan sən deyildin. Mən hələ də oxuyuram. Yaxşı, mən cihad eləmək istəyirəm. Oğlum, sənə cihad düşmür. Sən mənim evimin yeganə çörək gətirənisən. Şəkur, qılıncın ağırlığında qızıl verirlər. Ay Allah, yuxumda da görə bilməzdim. Burnum belə qanamadan bir aləm qızıl alacağıq. Mən boyun bağ alaram. Ayıbdır, biraz yavaş ol. Camaat eşidib gülərlər. Bu nə sözdür danışırsan? Söz vermişdin ki, hücum edəndə saray qadınlarına mənim üçün bir boyunbağı qənimət götürəcəksən. Gecə söz vermişdin. Düz deyil? Düzdür, söz vermişəm. Amma saraya hələ hücum eləməmişik. Hə, bu nə işdir ki, canını təhlükəyə atıb döyüşürsən? Davadalarsız. Qılıncı onlara verib, əvəzində qızıl alacağıq. Heç saç-saqqalınızdan utanmırsınız, yolu qadınların üzünə bağlamsınız. Allahın lənəti olsun şeytana. Mənim bacım, hansı qəbristanlığa getmək istəyirsiniz? Döyüş meydanı qadınların yeri deyil. Bu nə rüsvayçılıqdır? Evlərinizə gedin, fitnə fəsad yaratmayın. Hansı evə şeyx? Başçısını qurbangaha apardığınız ev, ora ev deyil. Cəhənnəmdir. Siz vəzifə, taxtac istəyirsiniz. Cəzasını biz çəkməliyik. Allah Allah. Niyə iftira atırsan qadın? Allahdan qorx. Ağzına gələni danışma. Get. Get. Kişilərə aid olan işə qarışma. Get buradan. Ay cəmaat. Biriniz mən zəlil olmuşun. Şikəstin dadına çatsın. Mən ərimi görmək istəyirəm. Bu dinsizlər, imansızlar keçidin qarşısına sərt çəkiblər. Allaha and olsun. Əgər bu saat yolu açmasan, çadramı götürüb saçlarımı yolacam. Yaxamı cırıb lütüryan olacam. Sən dinsizi, Allahsızı rüsvay eləyəcəm. Eşitdin? Çəkil kənara. Xəcalət çək qadın. Geri qayıt. Nədən xəcalət çəkin, bir qeyrət. Bəlkə oğurluq eləmişəm. Sən utan ki, qılıncla yolu qadınların üzünə bağlamsan. Cürətin var, toxun mənə. Kənara çəkilin qardaşlar. Siz kişisiz. Bu abırsızlara tay olmayın. Gərək elə adam tapaq ki, bəhanəsi olmasın. Kufənin bu ağzı yırtıq arvadları ilə ağız-ağıza versin. Başqa çarəmiz yoxdur. Səni öldürsələr, bir qoşun yetimləri nə ineyim, hə? Kimə əl açım ki, bizə bir tikə ehsan versin? Məni başa sal görüm. Dəvə sürülərin, yoxsa xurma bağların var ki, kiminsə yanında boynumuzu bükməyək, hə? Hay-küy eləmə, ay arvad, abırro. Allahın dinini müdafiə eləməyim ki, öləcən? Sən Allahın dinini müdafiə eləməsən, Allahın dini əldən gedəcək. Dini qorumaq üçün gör nə qədər adam var. Bəsdir, ay arvad. Müjdə əmir, oxumuz hədəfə dəydi. Qadınların ordusu kişilərə hücum çəkdi. Camaat dağılmaq üzrədir. Davam eləyin İbn Üveys, davam eləyin. Şəhərdəki döyüşən qoşunun yarısı qadınlardır. Qalib o adamdır ki, qadınları meydana gətirə. Biz gözətçilərin qarşısında durmuşuq. Birdən bizə ox atarlar, hücum edərlər. Yaxşısı budur, divara tərəf çəkilək. Qüruba az qalıb. Namaz qılmaq üçün məscidə gedirik. Vaxtında qılınan namazın o qədər fəzilət və savabı var ki, mələklər onu hesablamağın öhdəsindən gələ bilmirlər.
Bu gecə Allahın evini bizdən əsirgəyiblər, qardaşlar. Yaxşısı budur ki, biz elə burada namaza başlayaq. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ya Rahmanu ya Rahim. Qiblə hansı tərəfdədir? Bu tərəf olmalıdır. Yox, biraz sola meyillidir. Sola ya sağa? Özü gün batana dayanıb, sağı, solu niyə axtarırsan? Qiblə bu tərəfdədir, müsəlman. Gün batan bu tərəfdədir ya bu tərəfdə? Ayaq yolu bu tərəfə idi. Deməli, qiblə də bu tərəfədir. Ya Əmir, meydanda bir quş belə uçmuş. Hamı gedib. Əşhədü ennə Quşlar göydə ona görə uçmurlar ki, hər yer qaranlıq dibini hürəyiz. Bil ki, gecə vaxtı heç bir quş uçmur. Bayquş və yarasadan başqa. Bu bir məsləhət görülmüş geri çəkilmədir. Geri çəkilib arxadan tullanmaq istəyən adam kimi bütün keçidlərə gözətçi və qarovulçular qoyun. Bu gecə yatmaq haramdır. Bu gecə evindən çıxan hər kəs qiyamçıdır. Qanı halaldır. Oldu Əmir. Doğrudan İbn Hüreyz. Bəli Əmir. Qiblə hansı tərəfdədir? Qiblə? Bu tərəf olmalıdır. Günəş hansı tərəfdə qürub eləyir? Günəş bu tərəfdə qürub eləyir. Onda bu tərəf olar məşriq. Məlum olur ki, bu vaxtacan heç kim bu tavanın altında namaz qılmayıb. Qurbanınız olum, mən bildiyimə görə namazı həmişə məsciddə qılmışıq. Bəli, onda məscidə baş çək. Qiyamçılar məsciddə gecələməmiş olsalar, namazını da elə orada qıl. Oldu Əmir. Hər kim dəstəmazını təzələmək istəyirsə, təzələsin. Nəhayət kimsə qiblənin hansı tərəfdə olduğunu bildi. Siz bu tərəfə namaz qılın. Səhv olsa, günahı mənim boynuma. Qəd qaməti səlah. Qəd qaməti səlah. Allahu Ekber. Niyyət. 3 rükət məğrib namazı qılıram. Hazır olan əmir Abdullah İbn Ziyada iqtida edirəm. Qürbətən iləllah. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Ya əşbahər rical və la rical. Məsləhət görürəm ki, səhər açılana dək məsciddə qalaq. Eşitmişəm ki, Muxtar Səqəfi ordu ilə Kufəyə tərəf yola düşüb. Bu məsciddə əmim Əlinin saqqalını onun başının qanı ilə boyadılar. Mən ilahi qəzadan, ilahi qədərə sığınıram.
Gərək əmim oğlu Hüseynə xəbər verim ki, Kufəllər həmin əmim Əlinin dövründəki adamlara bənzəyirlər. Gərək onu Kufəyə yaxınlaşmaqdan çəkindirim. Onu Kufədən uzaqlaşdırım. Kufədən getmək lazımdır. Şəhərin darvazalarında mühafizəçilər durub. Kufədən yalnız çay yolu ilə çıxmaq olar. Onda çay yolu ilə gedərik. Bələdçi bizə yol göstərsin. Dublyajın rejissoru Süleyman Fərzəliyev. Tərcümə edənlər Süleyman Fərzəliyev, Könül Cavadova. Səs rejissoru Ülvi İmanov. İnzibatçı Xeyrullah Zeynalov. Dublyajın direktoru Süleyman Fərzəliyev.